Bu sadece bir tarix değil. Bu, insanlıq tarixinin dəyişdiyi bir həyat hekayəsidir. Bu yolda bir insan var ki, adı əsrləri aşaraq gəlir. Bir həyat düşün. Hər addımı ümmətə yol göstərir. Bu, adi silsilə deyil. Seçilmiş bir insanın həyatıdır. Muhammed Peyğəmbərin həyatı. Ona Allahın salavatı və salamı olsun. Bismillahirrahmanirrahim. Mərhəmətli və rəhimli Allahın adı ilə. Biz bəşərin ən xeyirlisindən, qiyamət günü Adəm övladlarının rəhbəri olan, amma bununla fəxr etməyən şəxsindən danışacağıq. Biz şəfaət sahibi, qiyamət günü ən böyük şəfaətə malik olan Peyğəmbər Muhammed sallallahu aleyhi və səlləm haqqında danışacağıq. Onun barəsində danışmaq özü özlüyündə bir şərəfdir. İnsanın vaxtını sərf edə biləcəyi ən dəyərli iş, sevimlisi haqqında danışmaqdır. O sevimli ki, o bizim üçün ata-anamızdan da, oğul qızlarımızdan da, hətta özümüzdən və bütün insanlardan daha sevimlidir. Biz onun Peyğəmbərliyə göndərilməsindən əvvəlki və sonraki dövrlərdən danışacağıq. Hicrətdən öncə, hicrət zamanı və hicrətdən sonraki həyatından söz açacağıq. Peyğəmbərin düşmənlərə qarşı cihadından danışacağıq. Necə ki, o, insanların ən cəsuru idi və döyüşlərdə hər kəsdən önə keçirdi. Amma eyni zamanda ona qarşı çıxanlara qarşı necə həlim, səbirli və mərhəmətli davrandığından da danışacağıq. Biz onun rifah və çətinlik zamanlarındakı davranışlarından bəhs edəcəyik. Çünki o, əgər olmasaydı, bəşəriyyət bugün qaranlıqlar içində yaşayardı. O, Allahın insanlara göndərdiyi bir nurdur. O, Allahın insanlara bağışladığı mərhəmətdir ki, onunla bəşəriyyətin halı və tarixin axarı dəyişdi. And olsun, sizə özünüzdən olan bir Peyğəmbər gəlmişdir. Sizin əziyyət çəkməyiniz ona ağır gəlir. O sizə qarşı çox qayğıkeşdir. Möminlərə qarşı isə rauf və rəhmlidir. Onun haqqında danışmaq təkcə söhbət üçün deyil, ona tabi olmaq üçündür. Niyə tabi oluruq? Çünki ona itaət cənnətə girməyə bir səbəbdir. Ona asi olmaq cəhənnəmə aparan yoldur. Hətta kim Muhammedə itaət edərsə, o sanki Allaha itaət etmiş olur. Biz onun sallallahu aleyhi və səlləmin haqqında danışırıq. Çünki o bizi sevirdi. Bəs biz onu necə sevməyə bilərik? Sahabələrdən biri ağladı. Peyğəmbər soruşdu, səni nə ağladır? Dedi, ölümü xatırladım. Buyurdu, ölümün nəyi var? Dedi, mən ölərəmsə səni görməyəcəyim. Yanında oturmayacağım. Səninlə danışmayacağım. Peyğəmbər buyurdu, İnsan sevdiyi ilə birgədir. Əgər məni sevsən, Allah səni qiyamət günü və cənnətdə mənimlə birləşdirər. Biz Həbibdən danışırıq ki, ona addım-addım tabi olaq, örnək götürək. O öz barəsində buyurdu. Sizi ağ və aydın bir yolun, sünnətin üzərində qoyub getdim. Onun gecəsi gündüzü kimi aydındır. Ondan yalnız həlak olan kənara çıxar. Həqiqətən Allahın Rəsulunda sizin üçün, Allaha və axirət gününə ümid bəsləyənlər üçün gözəl örnək vardır. Sevimli Peyğəmbərimizin necə yaşadığını addım-addım öyrənmək üçün bizimlə birlikdə qalın. Peyğəmbərin sallallahu aleyhi və səlləmin həyatına keçməzdən öncə, qısaca o dövrdə Ərəbistan yarımadasındakı vəziyyətə baxaq. O zaman ərəblərin dini inancı necə idi? Onların ictimai həyatı, siyasi vəziyyəti, yaşayış tərzi necə idi? Gəlin birlikdə baxaq. Ərəblər Ərəbistan yarımadasında necə yaşayırdılar? Onlar Kəhtan nəslindən idilər.
Hamımız peyğəmbərlər tarixindən bilirik ki, İsmail əleyhissalam Məkkədə yaşadığı dövrdə Cumhur qəbiləsindən olan bir qadınla evləndi. Cumhur isə Kəhtanın nəslindən idi. Beləliklə ərəblər İsmail əleyhissalam və Kəhtan soyundan gəlirlər. Uzun müddət ərzində ərəblər tövhid, yəni tək Allaha ibadət dinində idilər. Onlar Allaha ibadət edir, Kəbənin ətrafında təvaf edir, həc ziyarəti edirdilər. Onların dini saf tövhid dini idi. Lakin bir hadisə baş verdi və bu hadisəyə səbəb bir nəfər oldu. O kişinin adı Əmr ibn Luhay idi. O, Məkkədən Şam torpaqlarına, Əl-Bəlqa adlı bölgəyə səfər etdi. Orada Əmalik adlı bir xalq yaşayırdı. O gördü ki, bu insanlar bütlərə ibadət edirlər. Təəccüblə soruşdu. Siz nə edirsiniz? Onlar cavab verdilər. Bunlar bizim tanrılarımızdır. Biz onlara ibadət edirik. Amr soruşdu. Niyə ibadət edirsiniz onlara? Onlar dedilər. Biz onlardan kömək istəyirik. Onlar bizə kömək edirlər. Yağış istəyirik, yağış göndərirlər. Amr heyyətlə soruşdu. Doğrudanmı? Onlar sizə yağış verir, sizə yardım edir? Dedilər, bəli, biz bunu çoxdan sınamışıq. Amr dedi, bəs mənə onlardan birini verərsinizmi? Onlar ona bir büt verdilər. Amr həmin bütü götürüb Məkkəyə qayıtdı. Məkkə xalqı onu görüb soruşdu. Ey Amr, bu nədir? O dedi, bu bütü Şamdan getirmişəm. Biz ondan yağış istəyəcəyik, o da bizə verəcək. Biz kömək istəyəcəyik, o da bizə yardım edəcək. İnsanlar təəccüblə dedilər. Nə? Büt bizə yağış indirəcək, bizə kömək edəcək? Amr dedi. Bəli, o verəcək. Və o ətrafındakı qəbilələri inandıra bildi. Hətta təlbiyəni də dəyişdirdilər. Halbuki təlbiyə belə idi. Ləbbeyk Allahumma ləbbeyk, ləbbeyk sənin şərikin yoxdur, ləbbeyk. Yəni, buyur, ey Allahım, buyur. Sənin əmrinə müntəzirəm. Sənin şərikin yoxdur. Buyur, ey Allahım, buyur. Ərəblər Kəbəni ziyarət edər, bu sözlərlə təlbiyə gətirərdilər. Lakin onlar təlbiyəni belə təhrif etdilər. Şeytan Amr ibn Luhay səbəbilə onları bütlərə ibadət etməyə sürüklədi. Bütlər Amr ibn Luhay səbəbilə meydana çıxdı. O, hətta tərbiyəni belə dəyişdirdi. Onlar tərbiyə gətirərək belə deyirdilər. Buyur, ey Allahım, buyur. Sənin şərikin yoxdur. Ancaq elə bir şərik ki, o sənindir. Sən ona və onun sahib olduqlarına maliksən. Beləliklə, tövhidlə başlayıb, şirk ilə bitirirdilər. Bu barədə Allah Azza və Cəllə belə buyurur. Onların çoxu Allaha iman gətirməz, ancaq şərik qoşan halda iman gətirərlər. Bəli, şirk tədricən onların arasında yayıldı. Ərəblər əvvəl tövhid üzərində idilər, lakin sonradan bütlər yayılmağa başladı. Nəyin səbəbi ilə? Tək bir insanın səbəbi ilə. Adı Amr ibn Luhay idi və o Ərəbistan yarımadasına şirk ibadətini daxil etdi. Və Peyğəmbərimiz Muhammed sallallahu aleyhi və səlləm onu cəhənnəmdə bağırsaqlarını sürüyən halda görmüşdür. Ərəbləri və Ərəbistanı şirkə saldığına görə. Beləcə insanlar tədricən Allaha ibadətlə yanaşı, bütlərə də ibadət etməyə başladılar. Bütlər Məkkədə və ərəb qəbilələri arasında geniş yayıldı. Onların arasında İsaf adlı bir kişi və Cürhum qəbiləsindən olan Nailə adlı bir qadın var idi. Onlar Kəbənin içində zina etdilər və Allah onların ikisini də daş halına çevirdi. Qureyşlilər isə Allahın onları bu günahla cəzalandırmasına baxmayaraq, həmin daşlara ibadət etməyə başladılar. Bütlər o qədər çoxalmışdı ki, artıq hər evdə bir büt var idi. Bəziləri səfərə çıxmazdan əvvəl onlara toxunub bərəkət axtarırdılar. Səfərdən qayıtdıqda da eyni şeyi edirdilər. Onlar bu bütlərin ətrafında tavaf edir, onlardan kömək diləyir və deyirdilər. Bunlar Allah yanında bizim şəfaətçilərimizdir. Onlardan bəziləri xurma ilə özünə büt düzəldir,
Səfərə çıxanda onu özü ilə aparırdı. Amma ac qaldığı zaman ibadət etdiyi o ilahı yeyirdi. Beləcə uca Allah deyil, heç bir fayda və zərər verməyən, nə görən, nə də eşidən bu daşlara ibadət olunurdu. Qureyşlilər bu bütlərin yanında qurbanlar kəsir, bununla onlara yaxınlaşacaqlarına inanırdılar. Halbuki bu qurbanlar Allah üçün deyildi. Onlar qurban kəsirdilər və deyirdilər: bu Allah üçündür. Bu isə bizim bütlərimiz və ilahlarımız üçündür. Lakin bütlər üçün ayrılan heç vaxt Allaha çatmazdı. Amma Allah üçün ayrılan onların bütlərinə çatardı. Bu bütlər barəsində Allah Quranda da xatırlatmışdır. Bu Allah üçündür. Bu da şərik qoşduqlarımız bütlər üçündür deyirlər. Şərikləri üçün ayırdıqları pay Allaha çatmır. Allah üçün ayırdıqları pay isə şəriklərinə çatır. Onların verdikləri hökm necə də pistir. Kafirlər, müşrik ərəblər çoxlu bütlər hazırlamağa və onlara ibadət etməyə başladılar. Onlar bəzi evləri Kəbə evi kimi təvaf yeri etdilər. Səqif qəbiləsi Əllat adlı bütə ibadət edirdi. Onlar bu bütü ziyarət edir və ona xidmətçi təyin etmişdilər. Əllat bütü Səqif qəbiləsinə məxsus idi. Mənat adlı büt Avs və Xəzrəc qəbilələrinin bütü idi. Əl-Uzzə adlı büt isə Nəxlə adlı ərazidə yerləşirdi. Onlar bu bütlərə adlar verib, onlara ibadət etməyə başladılar və Allahın ibadətini tərk etdilər. Siz tapındığınız Lat və Uzzanı gördünüzmü? Həmçinin üçüncü olan Mənatı da. Məgər oğlanlar sizin, qızlar onundur? Onda bu ədalətsiz bölgü olardı. Beləcə, müşriklik, çox ilahlılıq geniş şəkildə yayıldı. Şeytan da onları buna təhrik etdi. Şeytanın ən böyük məqsədi yer üzündə çox ilahlılığı yaymaqdır. Qurbanların Allaha deyil, başqalarına kəsilməsi, duaların Allaha deyil, başqalarına yönəldilməsi, təvafın Kəbə ətrafında deyil, başqa yerlərdə edilməsi, səcdə və rukunun Allaha deyil, başqalarına yönəlməsi. Bütün bunlar Məkkədə və onun ətrafındakı bölgələrdə yayılmışdı. Şeytanlar onların evlərində, bazarlarında və yığıncaqlarında yerləşmişdilər. Kafirlər, Qureyşilər pis əlamətlərə inanmağa başladılar. Əgər bir səfərə çıxmaq istəsəydilər, bir quşu uçurdub baxardılar ki, o hansı istiqamətə uçur. Quş sağa uçsa yola çıxardılar, sola uçsa həmin yoldan getməzdilər. Onlar bəzi adlarda, səslərdə, günlərdə və hadisələrdə belə uğursuzluq görür, hər şeyi pis əlamət sayırdılar. Beləcə falçılar, sehirbazlar və ulduzlarla gələcəkdən xəbər verənlər çoxaldı. Çünki onlar düz yoldan çıxmışdılar. Hətta iş o yerə çatmışdı ki, Qureyşi kafirlər bir vadidə dayananda oranın cinlərindən və şeytanlarından qorunmaq üçün həmin vadinin ağasına, yəni oranın sahibi hesab etdikləri cinə sığınırdılar. Onlar belə deyirdilər: bu vadinin ağasına sığdıram, bu vadinin və şeytanlarının şərrindən. Allah Quranda bu barədə buyurur ki, həqiqətən insanlardan bəziləri cinlərin bəzilərinə sığınırdılar. Bu isə onların azğınlığını artırırdı. Onlar bütlərə və şeytanlara ibadət edir, qurbanları Allaha deyil, başqalarına kəsir. Qorunmağı və köməyi yalnız onlardan istəyirdilər. Beləcə, çox ilahlılığın bütün növləri Məkkədə və onun ətraf bölgələrində yayılmışdı. Bu deyilənlər isə o dövrdəki nümunələrdən yalnız bir neçəsidir. Ərəblər cahillik içində yaşayırdılar. Onların həyatı hər tərəfdən çətinlik və bədbəxtliklə dolu idi. Dini baxımdan isə artıq qeyd etdiyimiz kimi onlar bütlərə ibadət edirdilər. Onlar deyirdilər ki, güya çox ilahlılıq, bütpərəstlik və oxlarla pay bölmə adəti İbrahim və onun oğlu İsmail dövründən qalmışdır. Onlar İbrahim və İsmailin surətlərini qoyar, sonra oxlarla paylarını müəyyən edərdilər. Qureyşilər və digər ərəblər şeytanların ardınca gedərək Allahın halal etdiyi şeyləri haram, haram etdiyi şeyləri isə halal sayırdılar. Məsələn, əgər dişi dəvə 10 dişi bala doğardısa, onu azad buraxır və onu özlərinə haram edirdilər. Allah bu barədə belə buyurur:
Allah müşriklərin Bəhirə, Saibə, Vəsilə və Ham adlandırıb bütlərə nəzir etdiyi heyvanlar barəsində heç bir göstəriş verməmişdir. Lakin kafir olanlar Allaha qarşı yalan uydururlar. Onların çoxu isə bunu anlamır. Bu o növ dəvələr idi ki, onların qulaqları yarılır və üzərlərinə xüsusi əlamətlər həkk edilirdi. Ərəblər onları buraxar, ətini yeməz, onlara yaxınlaşmaz, hətta toxunmazdılar. Beləcə şeytanlar onlara Allahın haram etmədiyini haram edir, Allahın haram etdiyini isə halal göstərirdilər. Yahudilər və xristianlar da bu vəziyyətdən fərqli deyildilər. Yahudilər mal dövlət toplamaq, silah yığmaq və insanlar arasında müharibələr salmaqla məşğul idilər ki, onların başçıları olsunlar. Xristianlarda isə rahiblər vardı. Onlar cəmaata haram olanı halal, halal olanı haram edirdilər. İnsanlar da onlara tabi olurdu. Bu onların ibadəti və dini həyat tərzi idi. O dövrdə qəbilələr ən kiçik məsələlərə görə belə bir-biri ilə döyüşürdülər. Məsələn, bir dəvənin təyin olunmamış bir yerdə otlaması belə qəbilələr arasında qanlı müharibələrə səbəb olurdu. Uzun illər davam edən müharibələr başladı. Hətta ən kiçik bir səbəb belə müharibəyə çevrilir, çoxlu insanlar həlak olurdu. Ərəblərin həyatı belə idi. Yalnız nəcabətli və şərəfli təbəqələrdə zina, əxlaqsızlıq pis sayılırdı. Lakin cəmiyyətin qalan hissəsində bu hal geniş yayılmışdı. Nikah, yəni evlənmə formaları da çox müxtəlif idi. 4 cür nikah növü vardı. Birinci növ indiki kimi idi. Qadın qəyyumunun icazəsi ilə ərə verilirdi. İkinci növ, kişi artıq heyz görməyən arvadına deyərdi: "Get, filan kişidən hamilə qal." Qadın o kişidən hamilə qaldıqdan sonra yenidən öz ərinə qayıdardı. Üçüncü növ, qadın 10 kişini seçər və onlarla yaxınlıq edərdi. Əgər hamilə qalardısa, uşağın atasını onların arasından özü seçərdi və seçdiyi kişi məcburi şəkildə atalıq məsuliyyətini üzərinə alardı. Dördüncü növ, açıq-aşkar, zinakar qadınlarla əlaqədar idi. Belə qadınlar evlərinin qapısına bir bayraq sancar, kim istəsə onlara daxil olardı. Qadın hamilə qaldıqda falçılar gəlir və bu uşağın atası filan kəsdir deyə təyin edirdilər. Allah isə bu ayəni nazil etdi. Zinaya yaxınlaşmayın, çünki bu iyrənc bir əməl və murdar bir yoldur. O dövrdə kişi eyni anda bir qadınla və onun bacısı ilə evlənərdi. Hətta atasının arvadını belə ala bilərdi. Ta ki, Quran nazil olub bu əməlləri qadağan edənə qədər. Allah buyurdu: "İki bacını birlikdə nikahınızda saxlamayın və atalarınızın zövcələri ilə evlənməyin. Keçmişdə olanlar istisnadır." Beləcə ərəblər o dövrdə heyvani bir həyat yaşayırdılar. Nə əxlaq, nə mərhəmət, nə də paklıq qalmışdı. Kişi cahillik dövründə müharibə vaxtı qardaşına yardım edirdi, haqlı olub olmamasına baxmadan. Onların şüarı belə idi: qardaşına yardım et, ədalətli olub olmamasına fikir vermə. İslam gələnə qədər ədalət yox idi. Haqsızlığın qarşısı alınmırdı. İslam isə ədaləti bərqərar etdi və dedi ki, haqsız olan dayandırılmalıdır. Cahili dövründə isə belə şeylərə göz yumulurdu. Əsas məsələ eyni qəbilədən olmaq idi. O zaman onlar həmin tərəfdə döyüşürdülər. Qadınlar alçaldılırdı. Rabiyə qəbiləsi ilə başqa bir ərəb qəbiləsi arasında döyüş oldu. Döyüşdən sonra qadın əsirlərə seçim verilirdi. Ya ailələrinin yanına qayıtmaq, ya da onları əsir götürən şəxsin yanında qalmaq. Rabiyə qəbiləsinin başçısının qızı əsir götürənin yanında qalmağı seçdi. Bu, atasını və qəbiləsini bununla rüsva etmiş oldu. O zaman onun atası, qəbilə başçısı dedi ki, əgər yenə qız dünyaya gəlsə, onu öldürəcək. Onun ondan çox qızı oldu və hamısını diri-diri bastırdılar. Bu qəbilənin ənənəsinə çevrildi. Sonra isə bütün ərəblər arasında yayıldı. Qızları diri-diri bastırmaq kimi iyrənc ənənə genişləndi. Diri-diri torpağa bastırılmış qız uşağı soruşulacağı zaman hansı günaha görə öldürülmüşdür? Belə ki, səhabələrdən biri
İslamı qəbul etməzdən əvvəl başına gələn bir hadisəni belə rəvayət edir. Həyat yoldaşım bir qız uşağı dünyaya gətirdi. Mən onu istəksizcə saxladım. Demək istəyirəm, istəmədiyim halda. Qız böyüyüb həddi buluğa çatanda onun üçün elçilər gəlməyə başladı. Bu zaman məni qısqanclıq və qəzəb hissi bürüdü. Bunun üzərinə mən həyat yoldaşıma dedim. Onu yaxşı geyindir, bəzə. Həyat yoldaşım soruşdu. Nə üçün? Mən cavab verdim. Onu götürüb qohumlarımı ziyarətə gedəcəm. Həyat yoldaşım buna çox sevindi. Qızı gözəl geyindirib, bəzədi. O vaxt həyat yoldaşım məndən mənə ona zərər verməyəcəm haqda söz aldı. Qızı götürüb yola çıxdım. Yolun üzərində bir quyuya rastladım. Mən quyunun dərinliyinə baxdım. Qız da mənimlə birlikdə ona tərəf yönəldi. Qız narahatlıq hiss etdi və yalvararaq, səni Allaha and verirəm, atacan. Anama verdiyin vədi pozma, dedi. Mən onun üzünə və göz yaşlarına baxıb yumşaldım. Qəlbimi mərhəmət hissi bürüdü. Amma quyuya yenidən baxdıqda məni yenidən qısqanclıq və qəzəb hissi bürüdü. Onun ağlayan üzünə baxanda mərhəmət hissi keçirirdim. Quyuya baxdıqda isə məni qəzəb və qısqanclıq bürüyürdü. Sonra qəzəb və qısqanclıq rəhmətimə qalib gəldi və mən onu götürüb başı ilə quyunun içinə atdım. Mən onun yalvarışlarını eşidirdim ta ki ölənədək. Beləliklə onun ruhu bədənindən çıxdı. Ərəblər arasında elələr də var idi ki, qızlarını diri qoymaq istəyəndə utandıqlarından onları gizlədirdilər. Onlardan birinə qız olması ilə müjdə verildikdə hikkəsindən üzü qapqara qaralır. Verilən bəd xəbər ucbatından cəmaatdan gizlənir. Bilmir nə etsin. Körpəni rüsvayçılıq içində saxlasınmı, yoxsa onu torpağa gömsün? Onların verdikləri qərar necə də pistir. Bəli, ərəblər belə yaşayırdılar. Bu onların həyatının qısa təsviridir. Qadın Məkkədə və onun ətrafında tamamilə alçaldılmış vəziyyətdə idi. Amma bu hal təkcə Ərəb yarımadasında deyildi. Roma imperiyasında, Farslarda və digər xalqlarda da qadın hörmətsiz sayılırdı. Bəzən elə olurdu ki, qadının əri öldükdə ərinin övladları onu miras kimi bölüşdürürdülər. O, bazarlarda qul kimi alınıb satılırdı. Qadın bu qədər alçaldılmış bir vəziyyətdə idi. İstər azad qadın olsun, istərsə də cariyə. Onun hörməti yox idi. O, bütün cəmiyyətlərdə alçaldılmışdı. O vaxta qədər ki, İslam gəlib qadına qarşı bu hörmətsizliyi aradan qaldırdı. Ona nəciblik və ehtiram sərgilədi. Məkkədə və Qureyşlərin arasında içki çox geniş yayılmışdı. Onlar su içdiklərindən də çox şərab içərdilər. İçki içdikdən sonra sərxoş olur, ağlı başlarından gedir, istədiklərini edirdilər. Belə idi onların həyatı. Günah, qarışıqlıq, azğınlıq dolu bir həyat. İslam gələnədək içkiyə qadağa yox idi. Qureyşlər və ərəblər anarxiya dövründə yaşayırdılar. Ardıcıl müharibələr, qan tökmək, qətillər, qarətlər və mal-mülk ələ keçirmələr adi hal idi. Bu idi onların həyat tərzi. Allah yer üzünə baxdı və insanların vəziyyətinə nifrət etdi. Həm ərəblərə, həm də digər xalqlara. Yalnız az sayda kitab əhlindən olanlar qalmışdı ki, onlar tövhidə, tək Allaha ibadətə sadiq edilər. Allah onlara mərhəmət gözü ilə baxdı. Bəs Qureyşilərin və ətraf qəbilələrin heç mi yüksək əxlaqi dəyərləri yox idi? Əksinə, onların arasında bəyinilən, tərifə layiq xüsusiyyətləri də var idi. Elə keyfiyyətlər ki, onları digər xalqlardan fərqləndirirdi. Onlar bu dəyərlərlə yaşayır, hətta onlar uğrunda canlarını verirdilər. Bu barədə Peyğəmbər sallallahu əleyhi və səlləm buyurmuşdur. Mən gözəl əxlaqı kamilləşdirmək üçün göndərilmişəm. Ərəblərin arasında doğrudan da bir sıra gözəl xüsusiyyətlər vardı. Məsələn, onlar səxavətləri ilə tanınırdılar. Bəzən bir kişinin yeganə ruzisi bir dişi dəvədən ibarət olardı. Ailəsi onun südü ilə dolanardı. Amma uzaqdan gələn bir qonaq gəldikdə, həmin kişi qonaqpərvərlik və səxavət göstəricisi olaraq o dəvəni qurban edərdi. Ərəblər bu səxavətləri ilə məşhur idilər və bu barədə çox sayda şeirlər deyilmişdi. Səxavəti ilə tanınanların arasında
Hətim Əl-Tay və Abdullah ibn Cəddan kimi adlar tarixə düşmüşdü. Abdullah ibn Cəddan çoxlu heyvanlar kəsər, zəvvarları yedizdirər və su ilə təmin edərdi. O, səxavətinə görə tanınmışdı. Qureyşilər arasında da Ər-Rifada adlı bir adət vardı. Bu adətə məsul şəxs Kusey ibn Kilab idi. O, Qureyşilərdən müəyyən miqdarda mal toplayardı, vergi kimi. Həc mövsümündə uzaq diyardan gələn zəvvarlar üçün bu mallarla heyvanlar kəsilir, yeməklər hazırlanardı. Həc ziyarətçiləri orada pulsuz yemək yeyərdilər. Bu Ər-Rifada yedizdirmə və suvarma adəti Quranda da xatırlanır. Qureyşilər bu adətləri ilə fəxr edirdilər. Uca Allah da Quranda onlara belə buyurdu: Doğrudanmı siz hacılara su verməyi və Məscidül Haramı abadlaşdırmağı, Allaha və axirət gününə iman gətirib, Allah yolunda cihad edənlərlə eyni tutursunuz? Bilin ki, onlar Allahın yanında bərabər sayılmırlar. Allah zalim qövmü doğru yola yönəltməz. Yəni etdiyiniz xeyirli işləri Allaha və axirət gününə iman etməklə bir tutmayın. Bu, Qureyşilərin İslamdan əvvəl malik olduqları azsaylı, lakin dəyərli əxlaqi keyfiyyətlərdən biri idi. Məsələn, verdikləri sözə və başladıqları əhdə sadiq qalmaq. Bu da ərəblərin seçilən xüsusiyyətlərindən biri idi. Əgər bir nəfər digərinə söz verərdi, yaxud bir qəbilə başqa bir qəbilə ilə müqavilə bağlayırdısa və ya bir nəfər digərinə himayədarlıq vəd edərdisə, onlar bu əhdə sədaqətlə əməl edərdilər. Hətta bu, öz canları, övladları və malları bahasına başa gəlsə də belə, verdikləri sözü pozmazdılar. Onlar əhdə və sözə sədaqət göstərməkdə tanınırdılar. Bu da o dövrdə ərəblərin malik olduqları tərifə layiq xüsusiyyətlərdən biri idi. Ərəblərdə həm ləyaqət, həm də qürur hissi güclü idi. Onların heç biri alçaldılmağa razı olmazdı. Bu xüsusiyyət barəsində o dövrdə şeirlər də deyilmişdi. Bəzən isə bu qürur və ləyaqət hissi çoxlu qan tökülməsinə, müharibələrə səbəb olurdu. Amma ərəb heç vaxt zillətə dözməzdi. Hətta bu, onun canına, övladına və malına başa gəlsə belə. Bunlar o dövrdə ərəblərin malik olduqları bəyinilən keyfiyyətlərdən bəziləri idi. Məkkənin idarəsi İsmail Peyğəmbərin əleyhissalamın dövründən sonra Cürhum qəbiləsinə keçmişdi. Bu vəziyyət uzun müddət davam etdi. Lakin zaman keçdikcə Cürhum qəbiləsi Kəbənin hörmətini qorumağı tərk etdi. Haram əməlləri əl atdı və insanlara zülm etməyə başladı. O zaman Kinanə və Xuzə qəbilələri onlara qarşı müharibəyə qalxdılar. Nəticədə Cürhum qəbiləsi Məkkədən qovuldu. Beləcə Məkkə Allahın müqəddəs torpağı Kinanə və Xuzə qəbilələrinin idarəsinə keçdi.